Evlilikdən əvvəl aparılmalı 5 vacib müayinələr. Birincisi, ümumi sağlamlığın dəyərləndirilməsi. Qan qrupu, rezus faktor, qan ümumi analizi, sirin ümumi analizi. İkincisi, infeksiyalar. Cinsi yola keçən infeksiyalar, hepatit B, hepatit C, insan immunçaşmamazlığı virusu, sifilis. Üçüncüsü, ümumi reproduktiv sağlamlığın dəyərləndirilməsi. Qadınlarda ginekoloji check-up, kişilərdə androloji müayinə aparılmalıdır. Hər iki cinsdə hormonların müayinəsi, aşağı çanaq orqanlarının ultrasəs müayinəsi, qadınlarda pap test, kişilərdə spermogramma və xayalığın ultrasəs müayinəsi aparılmalıdır. Dördüncüsü, irsi xəstəliklərin skriningi, xüsusən talassemiya xəstəliyinin müayinəsi. Beşincisi isə psixoloji sağlamlıq və uyğunluq. Bu artıq psixoloqlar tərəfindən aparılır. Sağlamlığınıza diqqət yetirin və bizim tövsiyələrimizə riayət edin. Sağ olun.